Hava çatmırmış kimi bir his, sanki boğuluram, nəfəs almaqda çətinlik, dərin nəfəs alma ehtiyacı, tez-tez dərindən ah çəkmək, sinə sıxılması, əllərdə və bədəndə gərginlik, bəzən üskürük və ya boğazda qıcıqlanma kimi əlamətlər var. Lakin ağciyər və tənəffüs yollarında heç bir orqanik səbəb tapılmırsa, bu psixosomatik bir pozuntu olan psixogen asmadır. Bu simptomlar həqiqi asmaya bənzəyir, amma spirometriya və ya digər ağciyər testlərində heç bir ciddi problem görünmür. Bronxial asmadan fərqli olaraq inhalyatorlara cavab vermir, allergiya ilə əlaqəsi yoxdur. Bu vəziyyət adətən stres, anksiyetə, xüsusilə də panik atak, travma və ya depressiya ilə əlaqədar olur. Bəs niyə yaranır? Beyindəki emosional gərginlik, məsələn qorxu, stres və s. avtonom sinir sistemini aktivləşdirir. Bu aktivlik sanki tənəffüs çatışmazlığı varmış kimi bədəndə siqnal göndərir. Amma əslində ağciyərlər sağlamdır, sadəcə beyində boğulma qorxusu yaradır. Müalicəsi isə pulmonoloq yox, həkim psixiatr tərəfindən aparılmalıdır.